İlham Əliyevin 10 milyarlarla dollarlık yatırımı Ərəb ölkələrində, əmirlik ölkələrində, ən əsas da Dubaydaydı. Hamınızın məlumudur ki, Tayvanı və bəzi obyektləri İran raket zərbələrindən vurdu. Adını qoydular ki, güya Kemaləddin Heydarovundur və ya başqasınındır. Kemaləddin də dedi, İlhamın qızlarınındır. Hər neysə. Bu İlhama böyük zərbə deyil. Ən böyük zərbə nədir? Yenə də deyirəm. 10 milyardlarla İlham Əliyev yatırımını Ərəb ölkələrinə eləyib. Restoranlar, pansionatlar, otellər, istirahət mərkəzləri və s. və ilafə, yaxtalar, nələr. Artıq pullular hamısı qaçdı. Turistlər gəlmir. İflas edib İlham Əliyev. Dünyanın ən baha vergisi, dəyərli vətənlərim, dəyərli soydaşlarım, ən çox vergilər Dubaydadır, Ərəb ölkələrindədir. Bütün binanın vergisi, kommunalın, o birisi, bu birisi, bütün dəhşətli dərəcədə, dəyərli vətənlərim, dəhşətli dərəcədə vergi var. Bir otelə, məsələn, İlham Əliyev Dubayda bir otelinə heç olmasa 100 milyon vergi ödəməlidir, məsələn, bir otelinə. Amma İlham Əliyev heç 1 milyon, 5 milyon qazana bilmir. Aləm deyib bir-birinə. Bununla ilgili adamlardan öyrənmişik ki, vəziyyət kifayət qədər gərgindir, dəyərli vətənlərim, dəyərli soydaşlarım. Deməli, otel, restoran, istirahət mərkəzi hamısı müflis oldu. Dostlar, turist yoxdur, turistlər gəlmir, pullu adamlar qaçıb ölkədən. Opşun, İlham Əliyev iflas olur. Hər ayda, hər gün olmazsa, hər ayda milyard itirir. Hər ay ən azı 1 milyard pul itirir. Təkcə Ərəb ölkələrinə qoyduğu yatırımdan. Vergilər, rüsumlar, hamısı diriyir, qazanc da yoxdur. Vəssalam.